Değerli dostlar, 2 sotda inşa olmuş, paket kutusalı, istipolla təchiz olmuş, möhkəm tikilmiş. Bax, bu evin qiyməti 67 min manat. 2 dənə yanaşıyor, bunu da sizə çəkib göstərəcəm. Saray qəsəbəsində yerləşir, Saray MTK-ya yaxın. 522 və 127 nömrəli marşrutlar evin 50-60 metrliyindən keçir. Evin çöl görünüşü bu qaydadadır, yerdən kürsülüdür. Təmiri yenicə yekunlaşıb, 67 min manat həqiqətən də çox əla qiymətdir, çox əla, möhtəşəm qiymətdir. Torpaqlı 2 sotdur. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasyon fəaliyyət göstərdiyi bir ərazi, dəyərli dostlar. Kombi aparatı burada quraşdırılacaq. Tikinti zamanı 40-40 karkaz beton fundament, əvvəldən axıracan cüt kubik və mərtəbənin yekunda beton kəmər atılıb. Dəhliz sistemi, mətbəx və sanuzel istipoldur. Solda yerləşir evin mətbəx sahəsi, baxın, qaz xətti mətbəxə daxil edilib. Kommunalların da hər biri mövcuddur. Qeyd etdiyim kimi Saray MTK-ya çatmamış. Daha doğrusu Saray MTK-ya yaxın, bu loxanı masajlı tərəfdən gəldiydi. Saray MTK-ya çatmamış, yolun sağ hissəsindədir. 522 və 127 nömrəli marşrutlar evin 50-60 metrliyindən keçir. Evin ilkin qiyməti 67 min manat, hörmətli izləyicilər. Real alıcılarla qiymətdə danışıb razılaşma mümkündür. Texnik səbəblərdən ötürü işıq qoşulu deyil bu dəqiqənin özündə. Sadəcə bu vəziyyətdə də baxa bilirsiniz ki, çox işıqlı evdir. Evin ölçüsü 85 kvadrat metrdir, dəyərli dostlar. Torpaq sahəsində, ümumi torpaq sahəsində 2 sotdur. Burada evin zal hissəsi görürsünüz, stendin işıqlandırılmasına kimi, spotların quraşdırılmasına kimi hər biri həyata keçirilib. Kondisioner xətti, televiziyon xətti və s. və ilə axırı hər biri qaydasındadır. Əvvəldən axıracan cüt kubikdən istifadə olunub. 40-40 karkaz beton fundament üzərində və ümumi mərtəbənin yekunda beton kəmər atılıb. Deməli, bir daha qeyd edeyim, 67 min manat, dəyərli dostlar, evin ilkin qiymətli real alıcılara qiymətdə endirim, mümkündür endirim olunacaq. Ətrafda tam yaşayışlı evlərdən ibarətdir, məktəb, bağça, hər biri piyada məsafədədir, tam yaşayışlı bir ərazidir. Yanındakı ev də çəkib sahəcə göstərəcəm. Növbəti təqdimatda görüşmək ümidi ilə sağ olun, hələlik.